Investors investisiya şirkətindən İlkin Aliyev. Bazar ertəsi Avrozona iqtisadiyyatında aktivliklə bağlı indikator məlumatının gözlənilənən zəif açıqlanmasından sonra Avro keçən həftənin cümə günündən etibarən başlatdığı bahalaşmanı dayandırıb. Eyni zamanda çərşənbə axşamı isə dolların bahalaşmada davam etməsi Avronun ucuzlaşmasına əlavə təsir edib. Avronun ucuzlaşması isə 1 dollar 9 sentə qədər davam edə bilər. Böyük Britaniya Mərkəzi Bankının isə çərşənbə axşamı açıqladığı illik hesabatından sonra fundun bahalaşması sürətlənib. İllik hesabatda Brexitin ölkə iqtisadiyyatına mənfi təsir etməsinə baxmayaraq, bankın maliyyə stabilliyi hədəfinə nail ola biləcəyindən əmin olduğunu bildirib. Fundun bahalaşması hesabatın açıqlanmasından sonra 1% olub və cütlük üzrə, yəni fundun dolara nisbətən qiyməti 1 dollar 46-66 sentin üzərində möhkəmləndikdən sonra 1 dollar 47-74 sent, 1 dollar 48-64 sentə qədər bahalaşa bilər. Türkiyə Mərkəzi Bankı isə bir günlük kredit faiz dərəcəsini 10%-dən 9,50%-ə kimi 50 punktdan çox azaldıb. Məlumatın açıqlanmasından sonra isə dolların Türk lirəsinə nisbətən valyuta cütlüyü 2 lirə 99 kuruşdan 2 lirə 96 kuruşa kimi ucuzlaşmışdır. Ucuzlaşmanın isə 2 lirə 92 kuruşa qədər davam edə biləcəyini proqnozlaşdırmaq olar. Lakin ümumilikdə isə cütlük üzrə ucuzlaşmanın korrektiv xarakter daşıdığını nəzərə aldıqda, cütlük üzrə qiymətin 3 lirə üzərində kimi bahalaşa biləcəyini proqnozlaşdırmaq da olar. Qızılın bir unsiya qiymətinin ucuzlaşması isə davam edir. May ayının əvvəlindən 1300 dollardan etibarən ucuzlaşmaya başlayan qızılın bir unsiya qiyməti 1232 dollara qədər ucuzlaşmışdır. Ucuzlaşmanın isə 1205 dollara qədər 2% ucuzlaşması gözlənilir. Enerji bazarlarında neft qiymətləri isə 50 dolların altında möhkəmlənməkdə davam edir. Avropanın Brent markalı neftin 1 barel qiymətinin növbəti artım trendi üçün qiymətin 50 dolların yuxarı istiqaməti kəsməsi önəmlidir. Əks təqdirdə isə ucuzlaşmanın, yəni korreksiyanın 44 dollar və 41 dollara qədər davam edə bilər. Eyni zamanda bu gün ABŞ-ın kommersiya məqsədli neft ehtiyatlarıyla bağlı məlumatın açıqlanması da gözlənilir. Ümumiyyətlə isə qeyd etmək lazımdır ki, ABŞ-ın neft ehtiyatları aprel ayının sonundan kimi son 34 ilin maksimum səviyyəsinə kimi artmışdır. Lakin may ayının əvvəlindən isə ehtiyatlar azalmağa başlayıb. Diqqətinizə görə minnətdaram.